son zəngdir. Qaday. Dambo gel benden bir deve görüş. Videoya düşer. Kalaoğlu yüreğiydi. Dambo kameraya bak. Yaşamalıdır. 100% yaşamalıdır. Kasıbların taraftarı güzel insan bu dəqiqə məclisimizə xitam buyurdu. Buyurun. Gerek görüşler onlar. Mən nə deyə bilərəm, məzunlara Allah can sağlığı versin. Bu il məktəbi qurtarırlar, birinci sinifdə yaşamalıdır. Evdənlə bir yerdə. Allah sizi qorusun ki, sağ-salamat gedərsiniz, əskəri gələrsiniz, Azərbaycan qeyrətli oğlanlarısınız ki, Allah sizi qorusun ki, sizin kimi insanlar var ki, Emin müəllimlə bir yerdə yaşamalısınız. Bəli. Sağ ol, sağ ol. Blessed. Son zəngi rap dilində izah elə. Anladırdı hayatı müəllim ama ben anlamadım. Mən də anlamadım. Bu necə izah edir? Bizim əlaçılar. Fərman müəllim, siz video olmaz müəllim. Deyil. Gelecek nesilde onlar var olsunlar. Sesleri Ali məktəblərdən gəlsin, əsas olur. Sağ ol müəllim. Heydar necədir bu tədbir? Süper. Hörmətli qonaqlar, əziz müəllimlər, dəyərli valideynlər və sevimli məzunlarımız. Sizi bugün xüsusi mərasimdə son zəng tədbirində hər birinizi salamlayıram. Məzunlarını təbrik edib, onlara özümün sözlərini demək üçün məktəbin direktoruna veririk. Bugün sizin gününüzdür. Bugün 11 ilin biz eğer sizin hayatınızı kitaba benzetsek, həmin kitabın birinci fəsli olan Məktəb dövrünü bitirmə dövrünüzdür. Onu qeyd etmək istərdim ki, yəqin ki sizin yadınızdadır, mart ayının sonu və aprel ayında İctimai Televiziyasında əlaçı verilişini hamınız izləmişsiniz. Bəli Hüseyin, gəl bura, gəl. Məktəbimizin 10-cu sinif şagirdi olaraq təhsil sahəsində göstərdiyi uğurlara, nəticələrə, məktəb daxili intizama, nümunəvi davranışına görə fərqlənmiş. Həmçinin həm kəndimizdə, həm rayona çıxanda Hüseyni Hüseyin kimi yox, adına qurban olduğum, əlaçı bir şagird kimi çağırırlar. Yəni, bu da bir fəxr ediləsiz, duyulası bir şagirdir. Ona görə də düşündük ki, tədris ili ərzində məhz bu davranışlarına görə, bu nailiyyətinə görə Hüseyni təltif edək. Və alqışlarınızla. Burada müsahibə alıram, burada. Müsahibə ver. Hava çok istedi, öyle bir insanların tərəfimiz. Mən çox istərdim ki, bizi boya başa çatdırın. Axşam görüşsədə qeyd edilir. Valideynlərimizin də sözlərini dinləyin. Və qorusun bütün... Axşam oradan da görüntülər gətirərik. Axşam özümüz orada görüntülər gətirərik. Hər birinizi salamlayıram. Mən burada ilk olaraq bir təşəkkürü özümə borc bilirəm. Əziz ilk müəlliməm Can Eyvar Amilə. Sizin əməyiniz, dəstəyiniz üçün siz sonsuz minnətlərim. Uşaqlar hamı son zəngdədir. Ramal bir dənə orada Ruslan, elə deyil Ruslarla Giləş, Avropa çempionatda bizi təmsil edir. Həsənov Mehdi. Sağ ol İma. Gel bura. Səfaya bax, son zəng uşaqları ilə gəlmişik hara? Lənkəran rayonunun Gölüstü evinə. Dostlar, son zəng uşaqları hələ gecikməmişsiniz. Sabahsı gün, o biri gün. Haçanı istəyirsiniz, gəlin, istirahat edin. Yəni, paylaşmışam. Ən gözəl məkan separadik. Bəli. Bir də deyəm, gəlin də daha. Xahiş edirəm. Gələndə, gəlmədən öncə zəng edin, deyin ki, Hüseyin qardaş, sabahda, birisi gündə, ayın məsələsinin 17-sində gəlirik. Bilirəm. Biz də deyirik ki, problem deyil. Bayram 11 ilin arası
manata, 100 manata, balacası 70 manat. Eğitirim de olacaq, eğitirim de olacaq. Hələ. Mazur